Rəbbimiz bizə müraciət edir. Ya eyyuhəl-ləzīnə āmenū. Ey möminlər, ey iman əhli, sizləri ilahi ziyafətimə dəvət edirəm. Gəlin mənim ilahi ziyafətimdən bəhrələnin. Ləalləkum təttəqun. İnşallah ki, ola bilsin ki, sizlər bu aydan təqvalı halda çıxasınız. Allah Teala bizlərə, hər birimizə bir mükafat vəd edir, bir hədiyə vəd edir. Əgər bu ayın içində olanlardan doğru dürüst istifadə eləsək, Allah Teala bizə hədiyə vəd edir. Allah Teala bizə mükafat vəd edir. Təqva mükafatı vəd edir. Təqvalı olmaq mükafatı vəd edir. Bu qonaqlığın, bu mərasimin mükafatı maddi deyil. Bu mərasimin, bu ilahi ziyafətin mükafatı, hədiyəsi maddi deyil. Təqvadan ibarətdir. Əxlaq ustadları deyirlər, bu qonaqlığın, bu ziyafətin geyimi də, libası da təqvadan ibarətdir. Biz Allahın sürü qonağı olaq, gerək təqva libası əynimizə giyək və qonaq olaq.